Siz dediniz yerlərdə su məsələsində ədalətsiz bölgü. Bu bölgünü kim aparır? Bu ədalətsizliyi kim eləyir? Siz necədir? Bu biz kim deyil də. Məsələn deyəcəm də, rayon var ki, X-dir, rayon var səbəbkarı Y-dir, rayon var səbəbkarı Z. Məsələ odur ki, müəyyən hallarda görünür ki, şikayətlərdən də olur ki, məsələn deyək də, insanların bərabər şəkildə istifadə etməsi ilə bağlı düzdür. Əvvəlki dönəmlərdə daha çox problemlər var idi. Hazırki vəziyyətdə isə bunu belə deyəm, proqram çərçivəsində... Yəni, Eldəniz müəllim, o X, Y, Z dediyimizdə, yəni nə məlum indi, dövlət qurumlarıdır, yoxsa fərdlərdir ki, suya sahibkarlıq edirlər? Necədir? Bax, mən onu anlaya bilmirəm. Bilirsiniz, onu mən düşünürəm ki, o sualın cavabını birbaşa aidiyyatlı qurumlarda daha dəqiq cavablar olar. Hansı qurum? Eldəniz müəllim, hansı qurum? Hansı qurumdur kənd təsərrüfatı ilə məşğul olan, şikayətləri qəbul edən, eyni zamanda, məsələn, Mürvət müəllim Assosiasiyanın rəhbəridir, eyni zamanda... Mürvət müəllim deyir ki, fermerin heç bir şikayəti yoxdur, ictimai şuraya bir dənə şikayət daxil olmuyor. Mən deyirəm, fermerin şikayəti... Bax, bu məsələ... Yox, fermerin şikayəti var və yerində dinlənir. Eldəniz müəllimə siz verdiyiniz sual nə? Eldəniz müəllim haqlı olaraq o məsələyə toxunur. Suvarmada ədalətsizlik. Və suvarmada ədalətsizlik. Yəni, suvarmanı kim təşkil edir? Ya rayon icra başçısının nəzarətində olur, ya rayon su idarəsinin nəzarətində olur və burada Kənd Təsərrüfatı Nazirliyinin nəzarətində elə bir su idarəsi yoxdur ki, bu aparsın və yaxud da suvarma və Melarisiya xətti tərəfindən bu olur da. Buyurun. Elçin müəllim. Burada Kənd Təsərrüfatı Nazirliyinə aid heç nə yoxdur. Elçin müəllim, əksinə bu istiqamətdə mən Kənd Təsərrüfatı Nazirliyinin adını ona görə çəkdim ki, onlar buradadır, yəni burada təmsil və onlara müraciətlər əsasında bilirlər dedim. Yəni, ən azından məlumatlar, müraciətlər oluraq. Söhbət bunu bilir informasiyası baxımındandır. Bu məsələnin birinci tərəfi. Yəni, belə deyək, söhbətimiz maraqlı geçsin deyə bilmirəm, sualı siz o detallara varırsınız. Bununla bağlı, yəni siz öz sosial şəbəkənizdə yazsanız, cavablar gələcək. İstənilən sual. Məncə, siz bu yoldan cavabları daha yaxşı ala bilərsiniz. Amma kompleks şəkildə problemlərdən söhbət gedirsə, resurs məsələsidir. Təchizat məsələsidir, logistik məsələlərdir, yəni ümumi bazar məsələləridir, informasiya mübadiləsi məsələsidir. Yəni bunlar, əgər bunlar tam normal, məsələn kimsə də deyə bilər, normaldır. Tamam, normaldırsa, bəs yeni proqrama nə ehtiyac var idi? Bəli, Azər müəllim, problemləri biz yerlərdə suvarma ilə bağlı həqiqətənmi həll edə bilmirik hələ də? Bilirsiniz necədir, biz yerli icra hakimiyyətlərin burada ədalətsiz yanaşmasından danışırıq. O da tamamilə biraz yanlış hesab edirəm. Çünki su təminatı məsələsində yerli icra hakimiyyətlərin bir rolu yoxdur. Bu su təminatı su agentliyi tərəfindən həyata keçirilir və problemlər yarananda fermerlərin ilk ünvanladığı şikayət yeri yerli icra hakimiyyətidir. Və onlar o məsələni tənzimləyirlər əksinə. Onlar ora müdaxilə edib nəsiz ədalətsiz eləmirlər. Yəni, üzərliklə. Yerli icra hakimiyyəti, yerli icra hakimiyyətləri. Hamısı işini çox yaxşı işləyir. Bu çatışmayan yerə şikayət olunan yerdə o şikayətin qarşısını almaq üçün tədbirlərin görməsi istiqamətində addımlar atır. Burada problem ondadır ki, problem ondadır ki... İnanın ki, mən deyim ki, elə icra hakimiyyətləri var ki, ancaq öz sahələrinə verir. Suyu cəmaət fermer orada gəlir. Bizə o qədər... Ola bilər ki, haradasa, hansı bir rayondasa var, 3-4 icra hakimiyyəti var, bir ad çəkə bilərik. İkincisi isə su təminatı üçün su pulla satılır. Hər bir kənddə yaşayan fermer təsərrüfatı vaxtında su pulu ödəyərsə, o sununla təminat da həyata keçirir. Proqramda nəzərdə tutulmuş məsələ isə əsasən su təminatının müasir yollarla həyata keçirilməsi. Yəni, qənaətçil şəkildə... Mən buna razıyam. Gəlin, qənaətə qədər. Bax, su necə pulla satılır? Sahələrə su pulla satılır. Və neçəyə satılır? Suyun öz pulu var. Su bez kanalla gəlmir. Bu su xidmətləri var, xidmətlər var. Pulla satılmır. Yox, dövlət o sahəyə kifayət qədər dotasiya verdi, su melarasiya xətti ilə. Sulu verilir təbii ki. Beton kanallar çəkilir, kanallarla su çatdırılır təsərrüfata. Təsərrüfata suyun çatdırılmasının xidmət haqqı var. Kanallar, arxlar onlar, amma yox, ödənişlidir, amma bunun üçün dövlət büdcəsindən də vəsait ayrılır ki, o ödənişin bir hissəsini büdcə hesabına qalır. Dotasiya, dövlət dotasiya verir. Yəni fermer pul ödəmir ona görə. Təbiidir, melarasiya xətti ilə artizan quyular qazıldı, verildi.
Bəli. Bütün fermerlərə. Yəni bu o demək İndi ki, bu o pul həmin məsələsi deyil, artizan bu iradə quyuların məsələsi. suyunu- İcra başçısı əgər toxumçuluqla məşğuldursa, bostan əkirsə, qarpız əkirsə, demək o kartof əkirsə, aydındır hansı rayonda artıq. Və o suvarma onun ərazisinə gedəcək. Və salam pul da deyil. İcra başçıları hamısını bir yerə eyni ünvana İndi hamısı əlbəttə kartof əkmir. Hardasa varsa mən əkir. deyə bilmərəm. Ümumən götürüləndə mən tanıdığım rayonlarda, getdiyim rayonlarda icra başçılarının təsərrüfatla məşğul olduğunu müşahidə edirəm. İndi özü gedib əkməyəcək ki, Azər müəllim. Yəni şikayətlər də olur, müəyyən məsələlər də gündəmə gəlir. Hansısa rayonda var, mən tamam inkar etmirəm, amma ümumi götürüləndə elə bir şey yoxdur. Niyə bir fikir formalaşdırırız ki, icra başçısı... Axı, mən bir dənə bir şey soruşum, icra başçısı niyə fermer olmalıdır axı? Fermer olmamalıdır, hər hansı bir fəaliyyəti var. Məlumat yoxdur, hansı rayondadır. Niyə məlumat yoxdur? Müvafiq qurum var, müvafiq qurumun rəhbərliyi var. Ona bir hansı rayonda belə bir hal varsa, müraciət olunub çatdırılmalıdır. Hə, bax bunu kim edəcək? İctimai şuralar var. Mürvət müəllim, niyə çatdırmırsınız ki? Bax, hansı rayonda, hansı kənd təsərrüfatına mane olan icra hakimiyyəti başçıları var və onların hansı əkin sahələri var? Yəni, bu biraz, mənə elə gəlir ki, bunun üçün heç bir ictimai şuraya ehtiyac yoxdur. Elə İcra başçıları var ki, icariyə torpaqlar götürür. Yazsaz həmən çıxacaq ki, icra başçıları sosial mediada yazsaq, hamı yazacaq kimin harda neyi var. Yəni, bu qədər. Bu olmamalıdır. O dövlət qulluqçusudur. O dövlətə biz hamısını demirik ki, Bakı şəhərində götürüb hansısa icra başçısı torpaq solanmır ki, biz rayon icra başçıları nəzərdə tuturuq da. Rayonları da hamısını illəşdirmək düzgün deyil. Rayon icra başçıları deyiləndə elə bir fikir formalaşır ki, bütün respublikada icra başçıları siz elə bir rayon icra başçısı tanıyırsınız ki, həmin rayonda onun torpaq sahəsi olması. Bizim Qusar rayon icra hakimiyyətində icra başçısı ancaq icra hakimiyyəti ilə məşğuldur. Heç bir torpağı da yoxdur. İndi ola bilər. Yeni kadrlara mən bir söz bunun əvvəlkinin var idi? Ondan əvvəl də yox idi. Bugün də yoxdur. Yox idi. Heç Qubada da yoxdur. Qonşu Xaçmazda da yoxdur. Mən bunu bilirəm, tam səmimi deyirəm. Siyəzəndə də yoxdur. Heç bir rayonda mən icra başçı eşitməmişəm ki, hansı bir torpaq sahiblik eləsin və kimisə orada işlətsin, fermer təsərrüfatını. Azər müəllim, Novruz müəllimin Siyəzəndə olmasa da Dəvəçidə olar. Mənlə bunu mübahisə eləməyin nə yeri var ki? Öz rayonunda yox, başqa rayonda. Bəlkə belə bir dəyişiklik əvvəl orada başçı idi, indi hamı ümumiləşdirmək düzgün deyil. Ümumiləşdirməyək, qətiyyən elə bir niyyətimiz də yoxdur. Amma hər halda maraqlı məsələ idi.